Bəs Əhməd Şahın qızılbaşlarla yaxınlığı nə dərəcədə idi? Ümumiyyətlə nə dərəcədə yaxın idilər? Yəni bildiyimizdən də çox yaxın idi. Yəni qeyd etdiyimiz kimi o həm Nadirin ailəsi ilə, həm də qızılbaşlarla qohumluq əlaqəsi qurmağı artıq bunu göstərirdi ki, o qızılbaşlar onun həm ordusunda, həm də diplomatiyasında mühüm yer tutuldu. Çünki mənbələr göstərir ki, dövlətin idarə edilməsində ancaq qızılbaşlar idi. Çünki Pəşun liderləri oxuma yazma bilmirdilər. Farsça günümüz Əfqanistanın rəsmi dilinin farsça olması, yəni dari olması yenə məhz qızılbaşlarla bağlıdır. Onun üçün Əhməd Şah Durani qızılbaşlara daha çox arxalanırdı və hətta öz qızını Nadir Şahın övladlarından olan Abbas Qulunun oğluna ərə verdi və özü də həmçinin Abbas Qulunun bacısı ilə evləndi. Bu əlaqə təbii ki, qızılbaşlar arasında nüfuzunu artdırdı. Yəni belə deyək də, qızılbaşlar Əfqanistanda sivilizasiya yaradacaq bir gücə malik idilər. Bəli, tamamilə yəni. Onlar olmasaydı Əfqanistan dövlətinin sarayını qurmaq və yaxud da onların dövlətçiliyini qurmaq mümkün olmazdı.